Salam əziz izləyicilərim, kanalıma xoş gəlmişsiniz. Bugünkü videoda mən deməli dekabr ayına proqnoz edəcəm. 3 dənə variant olacaq. Variantlardan birini seçirsiniz. Xatırlatmaq istəyirəm ki, baxım ümumludur, yəni sizin seçiminiz vacibdir. Həmçinin də bu tək sizə yönümlü deyil. Yəni bunu xatırlatmaq istədim. Əgər şəxsi baxım istəsəniz, şəxsi olaraq Instagram üzərindən müraciət edə bilərsiniz. Instagram səhifəmin adı və linki göstərilib videomun altında. Keçid edib əlaqə saxlaya bilərsiniz. Deməli, gəlin baxaq. 1, 2, 3. Seçiminizi edin. Əgər sizə daha çox vaxt tələb olunursa, videonu dayandıra bilərsiniz. Seçiminizi etdikdən sonra davam edə bilərsiniz baxıma. Mən isə çox gözləmək istəmirəm. Gəlin başlayaq birinci variantdan. Deməli, burada sizin ay boyu çoxlu kommunikasiya gözləyir, çoxlu xəbərləşmələr gözləyir. Həmçinin bu ümumiyyətlə sizin deməli sosiumda da çoxlu danışıqlarınız ola bilər, dostlarınız arta bilər, yəni ki, çoxlu dostlarınız ola bilər təksinizsə. Həmçinin də burada adi situasiyadan, yəni adi həyatdan daha çox mesajlaşma, daha çox xəbərləşmə və daha çox danışıqlar sizi gözləyir ay boyu. Burada sizi şəxsi həyatda deməli sevindirici hadisələr gözləyir, hansı ki sizi qane edəcək. Yəni ilişkidə problem vardısa, o problemlər həll oluna bilər. Əgər təksinizsə qabağınıza uyğun birisi çıxa bilər, hansı ki sizi sevindirə bilər və gözəl emosiyalar sizə verə bilər. Deməli, İşinizdə və ya təhsilinizdə burada seçim durumu ola bilər və bir neçə yer, yəni tək iş yeri deyil də bir neçə iş yeri qurmaq, bir neçə iş yerində, yəni bu tək iş yeridirsə belə bir neçə məsələnin həll olunması aktual ola bilər və həmçində seçim qarşısında dura bilərsiniz. Kimdə ki, misal üçün problemlər var işdə ya da təzə nəsə istəyirlərsə, burada seçim aktualdır və seçim daha çox biraz sizi çətinliyə salan bir seçimdir. Yəni qərar verməyinizi çətinləşdirən bir seçimdir və həmçinin dediyim kimi bu bir neçə, yəni tək deyil də bir neçə proyekt, bir neçə iş, bununla bağlı məsələlər aktual ola bilər ay boyu. Deməli, seçim dediyim kimi sizi çətinləşdirə bilər. Həmçinin də burada seçimin daha çox məntiqə yönümlü seçiminiz vacib olacaq. Yəni ağlınızla, məntiqinizlə daha çox, yəni emosiyalarla deyil də məntiqi seçimini edin. Yəni məntiqi qərar verin. Həmçinin də bu qərar vermə etapı da ola bilər. Amma dediyim kimi bu qərar konkret olaraq sizin məntiqinizə və ağlınıza, yəni mənə necə rahat deyil, yox, daha çox mənə necə faydalı, necə mənə daha çox uğurlu olacaq. Yəni bunu gərək hesablayasınız. Çünki çox vaxt insanlar duyğusal hərəkət edir və bu burada çox sizə problem yarada bilər. Konkret olaraq məntiqi seçim vacib olacaq, məntiqi qərarlaşdırma vacib olacaq. Həmçində bəzi məsələlər ola bilər ki, hansı ki sizi biraz necə deyərlər, tupik dedikləri, yəni çıxılmaz bir vəziyyət kimi yaranan situasiyalar ola bilər. Və ümumiyyətlə maddiyyatınıza və işinizə, təhsilinizə konkret olaraq təsir göstərən insan olacaq və bu insanın deməli çox belə sizdən yaşca böyük ola bilər və həmçinin də sizdən daha məntiqən, daha çevik düşüncəli olması ola bilər və həmçinin də daha çox həyat təcrübəsinin olduğu bir insan ola bilər, hansı ki sizin həyatınıza bu konkret ay təsir göstərəcək və sizə yol göstərə bilər ya da ki, konkret sizin yönümünüzə təsir göstərə bilər. Bu həm maddiyyatda, həm də ki, iş və ya təhsilinizdə aktual ola bilər. Və bir dənə də şeyi deməli qeyd etmək istəyirəm ki, bəzi insanlarda burada ümumiyyətcə ola bilər ki, misal üçün iş və ya təhsil durma nöqtəsinə gəlsin. Yəni heç nə yoxdur, heç nə baş vermir, yəni durma nöqtəsidir. Bu da aktual ola bilər. Yalnızca burada sözlü kommunikasiyanın çox olduğu bir ay olduğuna görə, yəni danışıqların, çoxlu görüşlərin olduğu bir ay olduğuna görə, yəni danışıq mənasından burada biraz
davalaşmalardan uzaq durun və ya negativ sözlərdən, negativ hansısa davalardan uzaq durun. Yəni negativ bir söz desə sizə də belə cavab verəcəklər. Həmçinin də hər hansı bir xəbər gözləyirsinizsə, bu xəbər biraz sizin keyfinizi pozan bir xəbər ola bilər. Yəni çünki burada xəbərləşmədə gözəl xəbərləşmə də var, amma bir cüzi bir xəbərləşmə var, hansı ki, yəni bu çoxlu mesajlaşmanın, çoxlu danışığın içərisində bir dənə deməli danışıq və xəbərləşmə var, hansı ki sizin biraz keyfinizi bozacaq. Ona görə diqqətli olursunuz. Deməli, burada sizin ay boyu keçmişlə bağlı məsələləriniz aktual ola bilər. Yəni keçmişlə bağlı hər hansı bir məsələnin yenidən qarşınıza çıxması və həmçinin də hər hansı bir sizin keçmişə dair necə deyirlər, düşüncəniz ola bilər, hansında ki qalırsınız keçmişdə, yəni indiki həyatı yaşamırsınız, daha çox keçmişdə qalırsınız. Yəni burada belə bir şey aktual ola bilər və həmçinin də il boyu olan bir şeyin yenidən gözdən keçirilməsi ola bilər, yenidən düşünməsi ola bilər. Yəni il boyu nə baş verdi, həyatımda nə dəyişikliklər oldu. Yəni bunu analiz etmək aktual olacaq və dediyim kimi hər hansı bir il boyu ya da ondan qabaq, yəni keçmişdə baş verən məsələlər yenidən qabağınıza çıxa bilər. Bu həm düşüncə baxımından ola bilər, həmçinin də real bir insanların qarşınıza çıxması ola bilər. Deməli, burada maddiyatınızda evlə bağlı məsələlər aktual olacaq. Yəni alqı-satqı ola bilər bu, əgər siz evlə bağlı hansısa işiniz varsa. Çünki burada daha çox belə şeylərdən maddi gəlir əldə olunması ola bilər. Bəzi insanlarda da bu evdən işləmə, evdən nəyisə etmə, bunlar aktual ola bilər. Yəni distant edirsiniz nəyisə, işləyirsiniz və pul əldə edirsiniz və həmçinin də bu sizin evinizdən, ailənizdən gələn bir maddiyat ola bilər və həmçinin də belə yerə xərcləmə ola bilər. Yəni hansında ki siz ailənizə, evinizə daha çox xərcləmə etməli olursunuz və ya evdə baş verən hər hansı bir maddiyatla bağlı məsələlər daha vacib və aktual olur sizin üçün. Deməli, işinizdə və ya təhsilinizdə burada daha çox sizin özünüzlə bağlı olan məsələlər aktual olacaq. Yəni, nə baxımdan sizin özünüzdən asılı olan şeylər çox olacaq və həmçinin də burada deməli, sizin ananız, həyat yoldaşınız və bu sizdən yaşca böyük bir qadın da ola bilər, hansı ki sizin işinizə və ya təhsilinizə yönüm verir, sizin işiniz və ya təhsiliniz bu adamdan asılı olur. Yəni, misal üçün, siz əgər deməli, təhsildə, misal üçün, seçim edirsinizsə, burada sizin ananız təsir göstərə bilər ya da ailədə sizdə böyük bir, yaşca böyük bir qadının təsiri ola bilər, hansı ki, sizə necə deyərlər, yön göstərir. Amma əgər siz özünüz yaşca böyük bir insansınızsa, bu sizin konkret özünüzdən asılı olan şeylərdir. Və həmçində qeyd etmək istəyirəm ki, misal üçün oxuyursunuzsa artıq belə bir insan ola bilər ki, hansı ki sizin müəlliminizdir, sizdən daha çox təcrübəlidir və yaşca böyükdür. Bu insandan asılı ola bilər. Yəni bu təsirdən bir məsələ verirəm, amma bunu işinizə də, yəni düşünün, işinizə də bu keçərlidir, yəni. Deməli, ay boyu ilişkidə durğunluq ola bilər, yəni burada ya ani bitiş ola bilər, ya da ki, ümumiyyətcə heç nəyin baş verməməsi ola bilər, hansında ki, necə var, elə qalır. Yəni, durğunluq, heç nə təzə bir şey baş vermir, yəni ayrısınızsa ayrı qalırsınız. Əgər ilişkidəsinizsə və hər şey yaxşı gedirsə, burada diqqətli olun, çünki anidən bitiş nöqtəsinə gələn şeylər ola bilər və ya heç nə baş verməyə bilər, amma bu da negativ bir cəhətdən baş verəcək. Yəni, misal üçün, siz nəyisə yaxşı bir şey gözləyirsinizsə, heç bir yaxşı bir şey baş vermir və bu sizin əhval-ruhiyyənizi biraz poza bilər. Deməli, təksinizsə dediyim kimi,
burada heç nə baş vermir, durğunluq nöqtəsinə gəlir və həmçinin də sizin özünüzdən də belə bir istək yarana bilər ki, artıq heç nə istəmirəm, yəni ilişki tərəfindən, yəni heç nə istəmirəm, artıq başqa şeylərə yönəlirəm. Belə şey də aktual ola bilər bəzi insanlarda. Deməli, burada ay boyu biraz negativ emosiyalar ola bilər sizdə, amma bu şərt deyil ki, nəsə baş verir və negativ emosiyadır. Bu sizin konkret özünüzdən irəli gələn bir negativ emosiya da ola bilər. Misal üçün, istədiyiniz kimi getmir ya da tam nəyisə gözləyirsiniz, amma o tam sizin istədiyiniz kimi olmur deyənə, siz burada biraz narahatçılıq keçirdə bilərsiniz və düşünə bilərsiniz ki, niyə mənim istədiyim kimi olmur, ya da ki, belə acıqlanan hissiyat olur insanda, belə acıqlanacaq bir hissiyata qapılırsınız ay boyu, amma tövsiyə edirəm ki, belə etməyəsiniz, çünki bu vacib bir aydır və təzə ilə qədəm qoyan bir aydır. Yəni o dekabr ayında vacibdir ki, fikirlərinizə, emosiyalarınıza çox yəni kontrol eləyəsiniz negativ emosiyaları və çalışasınız pozitivliyinizi qoruyasınız ki, ili necə qutarırsınız, necə başlayırsınız, bunlar çox vacibdir. Deməli, burada yeni başlanğıclar, yeni nəsə yeniyə qədəm qoymaq aktual ola bilər. Yəni, təzə başlanğıc, təzə nəyisə etmək ya da ki, yenidən etmək və həmçinin də burada nəyisə silinməsi ola bilər. Misal üçün, siz nəsə istəyirdinizsə silinsin, borc olsun ya da hansısa insanın fikri olsun. Misal üçün, istəmirəm ki, belə düşünsün haqqımda. Yəni, bunlar istədiyiniz kimi gedə bilər, amma burada biraz nə baxımdan bu negativ ola bilər. Burada necə deyərlər, təzə başlanğıc baş verir, amma o təzə başlanğıc üçün, misal üçün, ya da ki, nəyinsə təzələnməsi üçün biraz əziyyət çəkməli olacaqsınız. Yəni, bu negativlikdən sonra gələn bir təzə bir şeydir. Yəni, ona görə. Həmçinin də bu belə bir şey ola bilər ki, yaxşı bir şeyin, yəni təzə başlanğıcın ya da nəyinsə silinməsi həmin bu sizin əziyyətinizlə ya da ki, negativ emosiyalarınızla qatışıq getməyi də mümkündür. Uşaqlarınız varsa, burada uşaqlarla bağlı məsələlər aktual olacaq, amma bu yenə də dediyim kimi biraz negativlə qatışıq ola bilər. Negativ nə yöndə? Yəni, misal gətirim, nəsə sizi yorandısa, bu artıq negativ bir şeydir, çünki bu sizi yorur. Bu sizin gündəlik etməli olduğunuz bir şeydir və bu sizi yoran bir şeydir və bu artıq mənim nəzdimdə negativ sayılır, amma bu şərt deyil ki, konkret yekə bir negativ bir şey olsun. Deməli, işinizdə və ya təhsilinizdə burada nəsə yeni bir şey baş verməyəcək. Hər hansı bir şey varsa bunlar sizin istədiyiniz kimi getməyə bilər. Yəni, sizi məyus edən bir şey olacaq. Misal üçün, iş axtarırsınızsa iş tapmaya bilərsiniz. Yəni, işinizdə və ya təhsilinizdə sizi məyus edən bir şey olacaq. Məyus edən bir hadisə baş verəcək. Hansı ki, sizi biraz narahat edə bilər. Yəni, narahat nə baxımdan məyus olursunuz? Niyə mənim istədiyim kimi alınmır? Niyə mənim istədiyim kimi getmir? Belə bir şey ola bilər. Həmçinin də burada rutin şeylər ola bilər. Yalnızca qaçının kiminsə yalandan və ya sizə tələ qurmasından. Çünki burada belə bir şey aktual ola bilər ki, iş və ya təhsildə kiminsə sizə bicdi işlədib də, sizi biraz aldadıb da o məyusluğa gətirib çıxartması ola bilər. Deməli, sizin şəxsi həyatınızda burada sizin seçim durumunuz ola bilər. Nəyisə seçmək, nəyisə qərarlaşdırmaq aktual olacaq və həmçinin də danışıqlar, distant ilişki qurmaq, distant danışmaq. Həmçinin bu, hətta eyni şəhərdəsinizsə, burada daha çox distant danışıq aktual ola bilər. Yəni, misal üçün, daha çox mesajlaşırsınız, daha çox virtual danışırsınız. Çünki burada daha çox kommunikasiya və bu kommunikasiyanın vacibliyi vurğulanır. Və həmçinin də burada seçim edərkən də burada qərar verərkən həm bu siz qərar verə bilərsiniz, həm də qarşı tərəf nəyisə qərar verə bilər. Bunlar aktual olacaq və həmçində dediyim kimi bu ilişkidə heç bir seçim filan yoxdursa, danışıq və kommunikasiya çox vacib və aktual olacaq. Deməli, maddiyyatınızda burada sizin çox da belə ahım-şahım bir şey mən görmürəm. Yəni, burada daha çox sizin maddiyyatdan
məyusluğunuz və xəstəliyiniz ola bilər. Bu həmçinin də xəstəliyə xərclənən bir maddiyyat ola bilər, hansında ki siz kiminsə xəstəliyinə ya da öz xəstəliyinizə, bu cüzi bir şey də ola bilər. Misal üçün gedirsiniz, vitamin alırsınız. Bu artıq sizin sağlamlığınızda xərclənən bir puldur. Yəni artıq bundan nəticə çıxardın. Həmçinin də burada sizin öz sağlamlığınızın konkret olaraq sizin maddiyyatınıza təsir göstərdiyi vurğulanır. Çünki niyə? Burada sizin fiziki durumunuzun çox ciddi təsiri var maddiyyata və ona görə siz fiziki sağlamlığınızı düzəltməlisiniz ki, sizin maddiyyatınız da yaxşılaşsın. Hər hansı bir pul gözləntiniz varsa, onlar sizin üçün biraz xəstəliklə nəticələnə bilər. Yəni negativ emosiyalar, xəstəlik verən negativ emosiyalarla nəticələnə bilər. Və tövsiyəm budur ki, siz öz sağlamlığınıza diqqət yetirəsiniz və birinci sağlamlıqdır, sonra maddiyyat. Deməli, burada yuvanan məsələlər bol ola bilər. Həmçinin də uzaq yol, uzaq hansısa məsafəyə getmək, misal üçün başqa şəhər, başqa ölkə, bu sizdən uzaq bir yolda ola bilər. Gecə vaxtı olan yollar da aktual ola bilər. Gecə vaxtı səfər, gecə vaxtı nəyisə harasa aparmaq, etmək, bunlar aktual ola bilər. Və həmçinin də dediyim kimi, burada uzun vadədə baş verən məsələlər aktual olacaq. Misal üçün nəyisə uzun vadədə bünövrəsini qoymaq ki, bu uzun vadədə çin olsun, uzun vadədə alınsın. Yəni bunlar aktual ola bilər dekabr ayında.